İndi mən bunu verir hasaçıqla elşənə. Çıxım gedim nə var, diləniyim, neynəməliyəm? Bərdə rayonunun Mirzalı Beyli kənd sakinləri Kanal 21-ə müraciət edərək ciddi torpaq qalmaqalı ilə bağlı iddialar səsləndiriblər. Onların sözlərinə görə uzun illər əvvəl dövlət tərəfindən onlara pay torpağı kimi verilmiş 1 hektardan artıq ərazi sənədlərdə dəyişdirilərək başqa bir şəxsə rəsmiləşdirilib. Sakinlər bildirir ki, söhbət kənd ərazisində yerləşən və illərdir istifadə etdikləri torpaq sahəsindən gedir. İddialara əsasən bu dəyişik əmlak məsələləri dövlət xidməti tərkibində fəaliyyət göstərən Bərdə 7 saylı regional reyestr xidməti və yerli torpaq şöbəsinin iştirakı ilə həyata keçirilib. Kənd sakinlərinin sözlərinə görə, məsələ xəritə üzərində dəyişiklik aparılması yolu ilə reallaşdırılıb və nəticədə torpaq sahəsi onların razılığı olmadan başqa bir şəxsin adına keçirilib. Onlar bu vəziyyətin qanunsuz olduğunu iddia edərək aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsini tələb edirlər. Sakinlər qeyd edirlər ki, dəfələrlə müxtəlif instansiyalara müraciət etsələr də bugünə qədər problemin həlli ilə bağlı konkret nəticə əldə olunmayıb. Onların əsas tələbi torpaq sahələrinin əvvəlki hüquqi vəziyyətinin bərpa olunması və məsul şəxslərin qanun qarşısında cavab verməsidir. Daha ətraflı vətəndaşların öz dilindən dinləyək. Mən Zeynalov var, Muxtaroğlu. Bax, gördüyünüz qardaş, bu sahə bizim sahədir. 1 hektar 85 sot. Mirzalı Bəyli kəndi. Bərdə rayonu Mirzalı Bəyli kəndi. Məndən də qonşu olan bu biri qonşu Elşən. Cavanşirov Elşən. Alma yerdi, o yeri almaz. Bu sahəni, o sahəni alıb, o ferma tikilən yeri. Orada tamam bir bərbad haldadır. Ev tikdidir, nə bilim, keçi saxladı, dana saxladı, bilmirəm nə saxladı, orada qazanılır. İndi gedib oranı görsək, ora bərbad halda qalıb. Gəlib indi öz yerini qoyub, keçi bizim yerimizdə, Zeynalovarın Muxtaroğlu yerinə. Orada da hələ keçi burada bizim qonşu var ona. Elə nə haqdır ərib ki, qardaş, yer bizimdə, amma and olsun o bir Allah'a yer 98-ci ildən, 1998-ci ildən Heydər Əliyev verdiyi yeri, dünənki Bərdədə gəzən bir adam bilmirəm kimdir, şəhərdə gəzər, Bakıda yaşayır. O adam gəlib bizim yerimizi əlimizdən alıb. O da bir neçə illərki tabi ürəyə atır. 400. Kim yaxşı pul verir onun? Baxımda eləyən torpaq şöbəsinin 2024-cü ildə bax, məhkəmələrdə sürülmüş. Daşınmaz əmlak oranın müdürüdür. Bilmirəm, heç ora qoymurlar bir keçməyə. Elə bilsə, prezidentin qəbuluna keçməyəni ora qoymaq olur. Yavər müəllimdir, bilmirəm. Veysdir, bax, veys gətirib durandan, buranı təmiz ölçdürüb, verib elşənə. Bax, nəyə görə? Haq məndə olur. Sənətdə qazanalım, hamısı əlimdə. Nəyə görə mənim yerimdən 30 il olan yerimi dünənki Bakıda gedib şəllənə gəzib gələn bir o adama verim. Bu adamın da elədi ki, İraq üstdən. Heç sonra da onu istəyilməz. Nə haqca deyiləm ki, burası. Bizi verib, həmən o sahədə hangi sahə? Bizi də verir, biz onu məhkəməyə verməklər. O bizi məhkəməyə verir. Gedik də onlarla da nə tərdi bilmirəm. Baxırsan ki, onun sözünü deyirlər. Biz qalmışıq elə-belə. Demək, adam sakit olanda, bilmirəm tamağarı. Özü bir 28 ildir. O milli lider Heydər Əliyevin verdiyi torpaqdır. Quran haqqı özü həmişə də qəşəng əhmişik, pişmişik. Və mən də ikinci qrup əliləm, xəstə adamam. Buradan bir dənə danasağı mənim davama dərmanlar, hər şeyi sizə göstərərəm, mənim öz rəxəzlərim. Mənim əyağımı kəsirlər, bala, o cürə xəzlərim. İndi mən bunu verir hasaçıqla elşənə. Çıxım gedim nə var, diləniyim, neynəməliyəm? Bəs mənim torpağım ola, gedib nə iş görməliyəm? Pensiya alan adamlayam, pensiyam bir dənə malicəm pulu ödəmir, and olsun Allah. İkinci qrup Meclis xanımlar, İlham Əliyevdən, bax, onların tərəfdarıyam, mən onların, nətər deyəm, həmişə onların hakimiyyətini alqışlamışam. Həmişə də belə gözəl bir insan kimi hamısını xahiş edirəm onlardan, son dərəcədə bizim bu harayımıza çatdım. Haqla nahaqqı yerinə qoysun. Elə bir ki, gəlib zorla da qazanalım, zorla bizi buradan çıxardılar. Eləyən veysdir, dronu gətirib buranı ölçdürüb, veys adında bir oğlandı. Bana deyir ki, dedi, əyağın hava gəldirdi. Təkrar deyir, mən o yerə qayıtmayacağım. Belə iş olar ki, hökumət nə dərəcədə belədir ki, bu gələ mənim yerimi zorla alır. Elə bir erməni adamın əlindən gəlir zorla yer alır, bax elə.
Xahiş edirəm İlham Əliyevdən. Nətər ki, öz torpağını 30 ildən sonra səbirlə aldı, onun qadasını alın. Alqışlayıram onu. Gəlsin mənim də yerimin haqqını bilsin. Elə bir şey də, balaca bir şey. Gəlib bu dərəcədə bizi bax. Allah haqqı hirsimdən ölürəm mən. Belə şey olar və xəstə adamam, bu cür olmayacaq. Elə bu sakit adam deyil. Elə nətərim, arxası yox deyil. Bunu öldürək, əlindən torpağını alaq. Bunun haqqı ödülədir, qardaş. İmamzada haqqı ay cəmaat. Əgər məndə bir belə günah olsa, mən bu yerin hamısını ona verərəm. Yer mənim özümün ola. Dirənim ki, mənimdir. Bax, o xarabalığa girmirik. Oranı eləyəndə Nəzər adında bir oğlan, o da dərsə rəhmətə gedir. Bax, Nəzər oranı o kökə salır. O öz yerlərinə gəldi. Yerdə yerdə bir təmizdə. Sizin o neçə nəfərdir ailə? Ailəmin 3 nəfərdir. Nə qədər torpaq? Bir hektar 85. Birisindən bilmirəm, neçə danışam. Yanıb yaxılıram Allah haqqı. 1 hektar 85 torpağımı gör nə iş alacam. Elşən maddiyə ki, gör nə tar alacam. Və belə şey olursa, onda qurun gəlin bizi öldürün. Üstümüzdən kesinlər torpaq alsın. Sizin də dərsiniz. Gəlin, mən də qonşularım biri gəl, təsdiqləyirəm, mən əzm etdirəm, Məhəmməd olum. Mənim 3 hektar torpağım var, onun 62 sotunu vaxtıyla 28 il bundan qabaq. 28 il bundan qabaq. 28 il bundan qabaq aldığım torpağı indi oradan aralayıblar. Xəritəni çox asanlıqla dəyişə bilirlər bu adamlar. O barədə çox ustadlar, sənətkardılar. Tək mən yox. Elə mənim qonşularımın başına 2 il bundan qabaq nə onu gətirdilər. 62 sot yerimi oradan aralayıblar, yeri bölüblər. Gətirib çıxardıblar bu zibilliyin yerinə. İndi qardaş, vəziyyət bax belədir. Bizə köməklik edin. Bizə köməklik edin. Prezidentimizdən xahiş edirik. Ona görə ki, yerdə inanmıram. Yer nə qədərdir? 3 hektar 7 sotdur. Onun 62 sotunu 28 il bundan qabaq yerimlə xəritədə hər şey göstərir. Əlimdə sənədim var. Mənə hökmən dirəniblər ki, sənin yerini ora bölü, güya bu tərəfdədir. Sizin əlinizdə qanuni sənədiniz var. Qanun əlimdə dövlət haqqım var, çıxarışım var. 28 ildir bu torpaqlara əkirik. Nəsrə rəngəl, bu 30 ildir məndədir. Elşən Qanuni dövlət haqqı. Bəli. Qanunu gedib dəfələrlə göstərmişəm də dövlət reyestri xidmətinə yaverdi, veysdi, Vüqar müəllimdir. 2 ildir kitab yorulmuşam da, utanıram ora getməkdən. Əzimov Qurban Məhəmmədov. Siz də Mirzəli Bəli. Bəli. Xahiş edirəm, prezidentimizdən xahiş edirik. Əlimiz heç nəyə çatmır. Rayonlarda yerli məmurlar həqiqətən də düz deyirlər. Bunlar təmiz öz bildiklərindən gedirlər. Asanlıqla xəritəni dəyişə bilirlər. Telegram vurmuşam dünən üçün ayın 27-si vurmuşam dövlət reyestri xidmətinə Bakıya. Oradan cavab gəlib ki, hə sizi şikayətinizə baxacaqlar. Bir gün getmişəm ora başımın altında yastıq qoyub məni yola salıblar. Deyir yox düzəlməz. Mən razı olandan sonra. Müdür müavini adı yadından çıxdı. Veyslə bərabər. Veys. Namik müəllim bir də Veys. Qardaş, belə böyük bir dərdə düşmüşük. Bilmirik nətə çıxaq. Çox başrolda gedik o reis. Bizim xoşumuz gəlmir, biz burada gələk, burada dəqiqədə bir şikayət verək harasa. Hoşumuza gəlir. Ölçü işinə baxın. Dronu gətirib ölçdürür. Fərdə 7 sayda restoran. Bəli. Ay sonra. Dedim bax gəlmişsən setkadan o tərəfə bunu yeri. Oranın ölçünən ərşin də buradan elə bir ölçü düzəldər. Neçə 28 ildir bu adamlar burada elə özləri əkib becəriblər. Bunların öz yerləridir. İndi ora zibillik olduğuna görə bunlar ora yaya çıxmırlar. Sonradan gəldilər, Sonradan hə pulla alıblar. Sən bu yeri alandan niyə ölçüb götürmürdün ki? Gəlibin deyəsən ki yerim əksikdir. Pulla sonradan. Pul verirsən bu yerə, yerini ölç götürür. Arendiyə, xeyrin də görüb, nə bilim, kimdirlər bilmirəm, qoxumuzda əqrəbəsi, o da oranı elə günə qoyub. İndi siz ora qəşək çəkilsə, elə bizim bravo olsun. Orada bomba çıxır. Bəs onu yaxşı, mən 71 yaşında kişi gelib, onun zibilliyin təmizləyəcək, yoxsa öz yerini şey eləyəcək. Buranın haqqı, Allah and olsun, qardaş, Allahın adı haqqı, bu yer haqqdır ki bizim yerdə, o bir Allah da bilir, bir də hamı bilir. Bütün cəmaat bilir ki bu yer. Burada bu kolxoz işi işləyir, burada suçu işləyir, suçu. Buranın hər tərəfini tanıyır. 28 ildə bir işlər keçdi burada. 28 ildə
qabaq illərdən yemək gəlib bu yeri. Heç kəs məni narahat eləməyib, heç kəs. Ancaq gəldi buranı, İsmail onun dədəsi aldı, dədəsi neçə ildən sonra aldı. Bazar mı, nə bilim, o dünyanın dağılan vaxtı Elçi bəyin dövründə topla Zeynəl zada keçdi. Deyir ki, mən bu İcra hakimi. sənətkarıyam, ustasıyam. Deyir, mənə deyir ki, Ben bunu alacağım sizin elinizden. mənə gülə-gülə deyir ki, gör nə tər alıram, gör nə tər alıram, az qaldı ki, razı olsa bəlkə bizi öldürər. Eşitçe vətəndaşın. Verirəm, Şuna ola hə. bilər. Bu deyir mən sürüşmürəm. Yeri Bax, bura mənim. Olur, bura deyir bura mənim. Bura mənim. Bax, buranın haqqı, Allah haqqı. Bərdədəki imamca da haqqı ağ yalandı. Şərə şəbiyyədiyə düşmüşük, ağ yalandı. Bax, o- Reisler xidmətidir, günahkar hamısı onlar. Bunu önlər Heydər Əliyevin devrindən qardaş verilən torpaq başına. Bu nətər oldu? Bir günün içində gəldi. Suçu, kolxozçu qalıb belədə qadan alım. O, Bax Mirzalibəyli kəndində kefton bir oğlan deyil, hamıya bütün sahələrdə işləmişəm. Kolxoz Heydər Əliyevin vaxtından burada mən suya da getmişəm, nə bilim taxıl sulamışam bunu. kolxozçu qalıb belədə. Hər işdə kolxoz dağılınca. Subsidiya. Dağılanda da Suçsuz ki, Allah. Dövlət bizə gəlib buradan konum atırıq. Məsələn, Hə. soğan əymişəm. Mən soğan əyməsəm, bana dövlət o subsidiya. Yox, heç Gəlib buradan konum atmışam dəfələrlə, mən subsidiyamı almışam. Deyim. Mən razıyam. Biz də elə. Ben razıyım indiki hakimiyyətdən. İndi o bir yerli məmurlar qardaş. Taxıl əkirik, ondan sonra arpa əkirik, yonca əkirik. Bir dənə dana saxlayıb, Allah mənim hamısı dərmanıma gedir. Quranla da bax, kəsmir mən nə xəstəyəm. Dövlət reestr xidməti deyir ki, yaver. Müdiriyyət də deyir. Deyir, ben bunu Türklər cızıb bu xəritəni sonradan. Hə, Türkiyənin Ben bunu Əliyevin Hə. vaxtında, Heydər vaxtında verildi. Hə. Türk sonradan gəldi, elə dəyişir, hamı üçün dəyişir. Ne olur? elə mənim yerimdən qurbanın yerini dəyişir. Hə, belə bilmirik bala, bu nə haqdır. Belə, bax, Quran haqqı verdilər, belə bunu dib dəynədən yoxlasınlar. Xahiş edirəm yenə İlham Əliyevdən, Mehriban xanımdan, bax yenə deyirəm, onlara bir dəstəkdən gün. Mən bir İlham Əliyevə, bir də rəhmətli Heydər Əliyevə səs vermişəm. Biz onlara mən gedib səs verməyə, mən onlara səs vermişəm. Onları qəşəng dəstəkləmişəm. İndi də dəstəkləyirəm. Belə atam kimi, qardaşım kimi, qohumum kimi, belə də heç nəyim deyil. Canlarını Allah sağ eləsin. Onlardan xahiş edirəm. Onlardan xahiş edirəm ki, bizim işimizdə şəxsən mən İlham. Əgər ki olmazsa mən gələcəm İlham Əliyevin qəbuluna xahiş edirəm, məni belə baxmasalar, məni qəbul eləsin. Bax, Əhmədova Gülnar Cəfər qızı, Arif Zeynəlovun həyat yoldaşıyam. Mənim 1 hektar 85 tot yerimi zorla əlimdən alırlar, qadan alır. Sonda Kanal 21 olarak onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmə bizim işimizdir. Tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.